Bugün 9 oktyabr 2025-ci tarixdə Gürcülü kəndində olan Qadın bulağı biz bərpa elədik. Bərpa təmir işlərini başa çatdırdıq. İndi isə mən onun təqdimatı edirəm. Bu bulaq buradan pilləkənlərlə yenirik. 19 beton pilləkən buradan düzəltmişik. Bu beton pilləkənlərin hər biri qədim küçə daşları ilə ön tərəfi hörülüb və içərisi daşlardan və dəmir toxunmadan tökülməklə içi betonlanır. Bu formada biz qədimliyi xatırladan bir pilləkən düzəltməklə 19 pilləkən vasitəsilə biz bura qədər gəldik. Buradan isə pilləkənlər qutandan sonra iki yol ayrılır. Yolun biri bulağın ön hissəsinə, biri isə arxa hissəsinə. Biz indi hal-hazırda bulağın ön hissəsinə gələk. Bulağın ön hissəsində isə torpaq pilləkənlərlə biz gələndən sonra bu formada bulağın çay daşından gətirməklə bulağın belə bir meydança şəklində qədimliyin qorumaq şərti ilə biz burada bərpa işləri aparmışıq. Bulağın bu hissəsindəki əvvəlki daşlar hamısı çökmüşdü. Biz bu daşların hamısını yenə də qədim küçə daşları ilə hörərək onun əvvəlki formasında saxlamaq şərti ilə bir qədər də sol tərəfə uzatmaq şərti ilə biz onun hörgüsünü başa çatdırmışıq. Bu hissədə isə biz yenidən bu bulağın arxa tərəfindən pilləkənlərlə geri qalxırıq və o cümlədən başqaları da geri qalxa bilər. Və burada biz yeni bir plaşatka yaratmışıq, daha doğrusu meydança yaratmışıq. Burada meydança, bulağın baş hissəsində olan meydança və bir də bu novun bu hissəsində olan meydança. Burada isə yenə beton pilləkənlərlə biz qalxırıq bura. Üstol, bu üstol dəmirsizlər tərəfindən düzəldib, amma betonu biz görmüşük. Beton işin biz görmüşük. Burada isə torpağın böyük sahada yarılması işi gedib. Torpaq böyük bir hissəsi yarılıb və bu torpaq buradan götürülür. Burada böyük bir meydança əmələ gəlib. Təmizlik işləri başa çatdırılıb və bulaqda tam təmir işləri başa çatdırılıb. Bax, bugünkü bulağın vəziyyəti bu formadadır. Bulağa deməli, həm sağdan, həm soldan, həm arxa tərəfdən, həm ön hissədən giriş və çıxış var. Burada isə meydançadır. Bax, bu hissədə durmaq da, burada şəkil də çəkdə bilərlər. Burada bulağın görünüşünü də daha rahat, daha yaxşı görə bilərlər. Mən hər bir Gürcülü sakininə və o cümlədən qonaqlara burada yaxşı istirahət, yaxşı dincəlmək arzulayıram və gəlsinlər, görsünlər ki, bizim kəndin, bizim bulaq ətrafının necə də gözəl bir seyrəngahı var. Yəni, həqiqətən də burada gözəl bir seyrəngah var. Buranı adam seyr etməklə həzz alır. Biz bu təmizlik işlərini, bu bərpa işlərini ona görə elədik ki, bizim ata-babalarımızın, uğurlarımızın ruhu şad olsun. Bugünkü nəsil və gələcək nəsil isə bu gözəl bulaqdan yararlansın. Hər birinizə mən can sağlığı, bu məkanda, bu diyarda xoş istirahət arzulayıram.